Salamlar sizə Ümid YouTube. Bugün nə video çəkirik? Bugün nə videosudur? Bütün yoxdur. Azərbaycan YouTuberlərindən 4 dənə YouTuber götürə bildim. Hamısını götürə bilmədim. Yəni 4 dənə YouTuberdən 10 üzərindən puanlayacağam. İlk kim var? Yəni yəqin ki tanıyırsınız. Hamı tanıyır Azərbaycanda. Zevs. Buradan da salam, bilməm videonu görər görməz. Zevsə dostlar, mən uşaqlıqdan baxıram. Yəni uşaqlıqdan maraqla videoların hamısını izləmişəm. Yəni hər vaxtdan kanal açırsa, indi bilmirəm də bəlkə 5-6 videosunu izləməmişəm, amma izləmişəm. Yəni çox maraqlı videolar. Azərbaycanda YouTube'u inkişaf etdirmək istəyir. Ona görə də 10 üzərindən ona verə bilərəm. Yəni ona 10 üzərindən 9 verirəm. Çünki çox gözəl YouTuberdir. İndi kim var isə, indi bunu tanıyarsınız yəqin. İlkin Feyziyev. Buradan da salam qardaş. İnşallah yorum yazar da. Bu aralar ən çox aktiv olan, ən çox çalışan YouTuberlərimizdən biridir bu. Ona görə də İlkin Feyziyevin videolarına baxmışam. İlkin Feyziyevə də verə bilərəm 10 üzərindən 10. Fikirləşmədən. Çünki çox aktivdir. İnşallah bu videoya da baxsansa yorum yazdı qardaş. İlkin Feyziyev çox nə idi? Yəni çox inkişaf elətdirir də. Yəni bütün dayanmadan video çəkir ki, inkişaf eləsin, YouTube'da qabağa getsin. İlkin Feyziyevə 10 üzərindən 10 veririk də. Yəni hamı dedim də yenə də. Burada isə var Fərid Bro. Fərid Bro da yaxşıdır, amma verə bilərəm ona. Belə videolarına baxmışam. Fərid Bro biraz düşüncəli bir sualdır. Çünki o da videolar çəkir, bəli. Fərid Bro'ya da verə bilərəm. Fərid Bro'ya necə verim? Fərid Bro'ya 10 üzərindən 6 verirəm. Sonra kim var? Behman Ejdarov var burada. Behman Ejdarov da çox qəşəng YouTuberdir, çox gözəldir. Ona da fikirləşsək, hardasa neçə verə bilərik? Bax, bu adını çəkdiyim dostlar, bütün YouTuberlər var ha. Bax dostlar, Zevs, onu deyim niyə 10 üzərindən 9 verdim, 1 puanı kəsdim. Niyə? Çünki dostlar 10 gündən bir və ya 12 gündən bir videolar çəkir. Aktiv deyil. Bir gündən və ya saatdan və ya 2 gün və ya 3 gündən bir video çəkmir də. Yəni bir gündən əvvəl çəkmir də, 10 gündən əvvəl, nə bilim 2 həftə, 3 həftə. Yəni belə çəkir. Amma İlkin Feyziyev görürsünüz də dostlar, dayanmadan video atır. Əlindən gəldiyi qədər video atır. Ona görə İlkin Feyziyevə 10 üzərindən 10 verdim. Behman Ejdarov da 10 üzərindən 8 verə bilərəm. Dostlar, videomuz bura kimi idi. İnşallah abone olub like atarsınız. 80 abonəyik. İnşallah 100 abone olarıq. Nə qalıb ki 20 abone nədir ki sizin əlinizdə? Aşağıdan abone olub like atarsınız. Sağ olun, salamat qalın.